اعوذ بالله من الشیطان الرجیم. بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین، بارئ الخلائق اجمعین، باعث الانبیاء والمرسلین، ثم الصلاة والسلام علی سیدنا و مولانا ابی القاسم محمد. صلی علی محمد آل محمد و آله الطیبین الطاهرین المعصومین و لعنة الله علی اعدائهم اجمعین من الآن الی لقاء یوم الدین. اللهم کن لولی الحجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا وهب لنا رأفته ورحمته ودعاءه وخير ما ننال به سعة من رحمتك وفوزا عندك. وأقبل إلينا بوجهك الكريم برحمتك يا أرحم الراحمين. اللهم صل على محمد آل محمد و عجل فرجهم. ان جزل ذکر صلوات بر محمد و آل محمد. اللهم صل على محمد و آل محمد. Əzəmət-i salavatdan həmin bəsdir, böyük zikridir, ən böyük zikr. Həmin bəsdir əzəmətində Allah Quranda deyir, mən salavat deyəm. İnnəllâhə və mələikətəhu yusallun ələn-nəbi. Özü də daimən, yəni Allahın sifəti feilindən biri aləmdə budur. Həmişə salavat bər Muhammed آل محمد. اللهم صل على محمد و آل محمد و عجل فرجهم. و الله تبارک و تعالی بوری من و ملائکه، چون ملائکه لا یسبقونه بالقول و هم بأمره یعملون. ملائکه امیرالمومنین Quranda buyuruyor ki, şərab məhəbbəti içiblər, məstdir, haqq edilər. Şərbu min kəs mərifəti. Emirun Resulullah da buyuruyor ki, şərab mərifəti haqqı içiblər, məhəbbəti haqqı, məst haqq edilər. Bir zərrə onların aləmində isyan, məsiyyət, tənbəllik, sosluq yoxdur. Allah nədir? Allah'ın bir kənarını, Allah'ın la yəsbiqunahu bilhum bi əmrihi ya'malun. Allah salavat deyir, kulli mələikə salavat deyir. O da Allah buyuruyor, mən və mələikə bahım salavat deyir. Ya eyyuhəl-ləzina amanu. Mümin, sən mümkündür tənbəllik eləyəsən, sən mümkündür bilməyəsən, sən gəlib yuxarı gələsən də, biz müminin gələk kəsb eləyə, iktisab eləyə, böyük əxlaqları gələk özümüz təhsil eləyək. Mədrəsə-i dünyada. Dünya mədrəsə-i təhsilat, kəmalatdır. Aləmə gəlmiş hamısı. Və Allah təbarək və təala buyuruyor, ya eyyuhəl-ləzina amanu sallu aleyhi və sallimu təslima. Allahümmə salli ala
محمد و آل محمد. İmam Sadiq Aleyhisselam bu hadis usulü kafide gətiribdir. Bizim kafi Şiənin o mötəbərtərin kitablarındandır. Öz yerində bəhsi vardı. Bəhs eləmək kafinin barəsində kitab-ı kafidə İmam Sadiq Aleyhisselam'ın Şeyx Kuleyni rivayət nəqlili ki, İmam Sadiq buyurdu, bir nəfər tək, hər yanda, evində ola, eşidə ola, çöldə ola, xiyabanda ola, biyabanda ola, hər iş görək, amma tək özüylə bir dənə salavat desə, sallallahu aleyh alf salavatin min alfi səffin minəl mələkə la yəbqa şeyun minəş şəcəri vəl həcəri vəl mədəri illa salla aleyh. Bundan böyük bir şey danışmaq olar, bundan böyük bir şey. Adam divanə olayı baba, adam məsiri tohini, adamı cunun tutayı. İmam-ı Sadiq burada bir nəfər, hər kəs olayı, tək salavat deməsin evdə, işin görə, biri aşpazxanasındadır, qəza bişirir orada ilə salavat deyir, biri şofördür, sürücüdür, maşının sürə salavat deyir, biri kasıbdır, ticarət ilə mağazasında buradasa hər yanda oluyor olsun. Vaxtı bir nəfər salavat deyir, Allah 1000 salavat ona deyir. 1000 salavat Allah'tan adamın nazil deyil. 1000 səhv mələkə ilə salavat deyil. Hər səhvində neçə dənə mələk dayanıb, ədədi bəllənməyib. Şayət milyard, daha milyard. Ədədi gəlməyən aləm bu cürdür də. Aləm bu cürdür. Bu rivayətlər adamı görsə də ki, aləmin əcəb batini var. Biz bu zahiri adam bizim papaq başımıza keçirdik. Allah'ın o zahiri aləmə. Hətta bavar eləməyi adamı çövrək. Adamın əxlaqını çövrək, mərifətini çövrək. Adama bir alahi, bir özgə aləmə, xas aləmə insani afəri varid edək. Həzrət burada 1000 salavat deyil, 1000 səhv mələkə ilə. Tamam aləm dolu salavatla, tamam aləm, bütün aləmin hamısı. Bütün aləm, göylər, yerlər, hamısı dolu salavat, göy yerlə əndazədir. Hezaran milyard ulduzlar kəsilən bəşər bilmək axırı aradı. Axırı aradı. İmam Sadiq bir tamam aləm zərrəsindən salavatına deyilik. Zərrəsindən ha. Niyə? Çünki Allah salavat deyil. Hamısı kimə qeyd? Bir nəfər işi deyib, salavat var Muhammed o Ali Muhammed. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Hala ki aldığım hədisi İmam zamanın salamətliyinə gözəl salavat ihsan elə. Allahümme salli ala Muhammed ve Ali Muhammed ve accil faracahum. Əslən İmam zamanın barəsində danışmaq müfəssəldir. Çox vaxt istəyir, heç olmasa bir 5-10 cələsə adam danışar. Mərifət tap adam bizim əsl vəzifəmiz kitab-ı Mikyalul Məkarimdə ki, sahibi Mikyalul Məkarim 2 cild kitabdır, mərifət İmam zamanda bəhs eləyib. Vəzifə-i şiət dər əsr qeybət. 72 dənə vəzifə təklif orada bəyan eləyibdir. İnsan təkliflə böyüyür. İstəsən rüşd eləyəsən, böyük insanlasan, qəlbin böyüyə gərək mehvərun təklif ilahi ola. Allah məndən nə istəyir? Nə mənim sözüm, nə sənin sözün. O, hər vaxt desən, mənim sözüm, sənin sözün nəfsaniyyatdır. Bu məniyyətdə evimiz yıxıldı, yerə dəydik. Heç birimiz heç zat döyürük. Allah'ın sözü. Allah'ın sözünə baxsaq, bir kəsik. Baxmasan, heç kəs döysən. Allah Qur'anda burayı, la yaqdirunə mimma kəsəbu əla şey. Nə qəd dünyada qaçasam, nə qəd çalışasam, Allah'ı tapmasan, heç nə mənə tapmayıbsən. La yaqdirunə mimma kəsəbu əla şey. İnsan kəsbindən, çalışmağından heç hasilə, nəticəyə çatmayacaq. Fəqət Allah.
Allah bir adamın balaca şeyin böyük eləyik. İmam Sadiq əleyhissalam buyurdu, Allah təbarək və Teala buyurur, əgər bir dənə nisf xurmanı mənə xatir, bir xurmanın parasını mənə xatir, Allah xatir infaq eləsin, bir nəfərin ağzına qoysun, əlinə versin, onun ürəyin ələ gətirsin, Allah buyurur, o para xurmanı o qədr böyüdərəm, Öhüd dağından böyülərəm. Allahın əlindədir. Odur Allah, hər nə Allah-ı Təbarək və Teala'nın əlindədir. Gərək insanın o iki insana lazımdır, təklifdir, təklifin bilmək ki, bu mövzuda mən qayıb bəhs eləmişəm. Heç olmasa bir ay Ramazan bəhs eləmişəm. Bu sözdə insan əgər təklifi qabaq kənara qoysa nə olar? Quran buri qovmi Bəni İsrail təklifi qoydular kənara. Allah dedi hamısı meymun olsun. Hamısı meymun oldu. Kunu qirədətən xaseyin. Ayə Quran. Bax ki, yəni insan yerə fəqət təklifini əməl eləyə. O təklifin içində Allah bu cür deyir ki, insan bir içərisindən bir şadlığa çatır. Şadi insanı rivayətdə var, əgər əhli cəhənnəmə təqsim eləyəsən, əslən cəhənnəm yadından çıxır. Bir nəfərin şadlığına, bir nəfərin içərisində o qədər, çünki həqiqəti mütləqə insan vəsl olur. Bir həqiqəti şunun nəhayəti yoxdur. Hədd yoxdur, əslən insan özü lahədd olur. Həddidən çıxır insanın vüsəti vücudusu. Bu insan təklifini əməlləmək, təklifi ki, öz bəhsi var, əsr-i qeybətdəki yaşıq, əsr-i qeybət zamandır da, bu zamanda bizim vəzifəmiz nə mənədir? Əsr-i qeybət, əsr-i qeybət. Bu zamanda vəzifəmiz nə mənədir? Bu əsr-i qeybət kimdir mehvər əsl qeybidə? Kimin başına aləm fırranır? Zaman onun başına fırranır. Niyə deysən sahibi zaman? Zamanənin sahibi, ləhəzatın sahibi, dünyanın sahibi, həyatın sahibi, dirilicin sahibi. Bu aləm bu cürdür. Biz fikirli özümüzük. Bu aləmin sir var idi. Sir, raz, əsrar. Bu aləmin sirrin gərək başa düşəsən, istəysən ürəyin böyüyə. Abi dünya o qədər adamı məşğul eləyik, uşaq tək adam yaşayıq. Yəni Allah Quranda buyurur, bilirsən, məvani var. Eləmu ennəməl həyatud dünya la'ibun və ləhvun və zinətun və təfaxurun beynəkum və təqasurun fil əmval vəl-əvlad kəməsil qaysin əcəbəl kuffara nəbatu ki, ayə-i Quran özünün bəhs var idi. Bəhs var idi. Allah-u Təbarək və Teala buyurur, məvani vardı insanın qabağında. Bu maneylər qoyma insan Allah tərəf gedə. Nədir mani? İnsan dünyanı oynayacaq bilir. Oynayacaq. Bilək buraya gəlibdi, burada təfriq eləməyə, deyəmə, gülməyə, kef dalısı, 5 ləzzət dalısıydı. Allah özü Quranda buyurur, iradə budur sizi aparan bir məqamda orada həmişə şad olasınız. Ləqqahum nəzrətən və surura. Ayə Qur'andır. Ləqqahum nəzrətən və surura. Ayat-ı Qur'an adamın canını alır, eşqi, məhəbbəti. Adam Allah danışır. Allah-u Təbarək və Teala danışır. O insan, o həyatın, yaşayışın, o bətinin, sirrin Allah-u Təbarək və Teala açıq bizə bəyan eləyir. Ləqqahum nəzrətən və surura. Sizin hamınızı Allah buyurur, mən deyən yolla gətirsiniz, bir məqama çatır deyəm, hamınız gül təki açar, vücudunuz necə gül açılır, o şükufə vurur, o cür vücudunuz açılar, vücudunuzdan şadlıq tökülər. Bu cür insan içərindən daimən şad olasın. Ləqqahum nəzrətən və surura. Allahu Ekber. Bu təkalifi ilahidə nələr var o mehvərdə getməyə? O mərhumi sahibi Mikyalul Məkarim üçün mən bu mövzunu o cür bəhs eləsəm, əsl mövzudan qallam, əsl mövzudan qalmayam, qeydiyəm sözümün üstünə ki, bu gecə mühüm gecədir. Həm ibadət eləməyə, həm təvəccüh eləməyə, sirr həstiyə.
sırr mustavdəyi fiyha, o sırr vücudi Fatimə-i Zəhra salamullah aleyha bu gecə aləmə qədəm qoyubdu. Bu gecə aləm İmam Zaman aleyhissalam sirridir. Sən sirri başa düşsən, özü sirri də başa düşəsən. O sirri vücudu başa düşəsən. Sahibi Mikyalul Məkarimdə Hazreti İmam Zaman özü mənə dedi bu kitabı yaz. Ondan bu kitabı mən yazdım. İbtidai kitabında, özü kitabının əvvəlində öz qələmi ilə yazıb ki, mən bu kitabı bir dəsturi İmam Zaman yazmışam. Vəzaif şiə əsr qeybətdə. Bu əsrdə vəzifəmiz nə mənədir, təklifimiz nə mənədir, öz başımıza yaşayaq, nə cür keyfimiz çəksə, nə cür meylimiz çəksə, hesab kitab var aləmdə, aləm hesab kitabdır, kulli aləm, zərrə aləm hesab kitabdır, bu aləmdə bir hoş torpağı Allah elə o cürünə töhməyib aləmə, küfrüdür deyəsən bir yaş torpağı öz-özünü ilə eylənsi atıb aləmə. Biz başa düşməyik, görəysən qəzada israf eləyik, ömrümüzdə israf eləyik, kəsbimizdə, şuğlumuzda, hududdan çıxıq, hududları bir. Allah bir yaş torpağı da aləmə hesab kitabla gətiribdir. Bu cür deyil ki, fəllə edilə, bu cür baxıy dağa torbağa fikirli ucuruna tökülübdür. Hisab var idi. Allah-u Təbarək və Teala. Çünki kulli həsli nemətdir. Allahdan imkanı yoxdur, muhaldır Allahdan ləğviş baş verə. Bu ustad şagirdləri ilə getmişdi eşiyə gəzməyə. Şagirdlərinin biri oturmuşdu vəsətdə. Gördü şagirdlərinin biri əlin uzatdı bir dənə çöldə, bir dənə otu yerdən qırdı. Ot işi göyərib yerdən, göyərtini yerdən qırdı. Ustad şagirdinə dedi ki, niyə qırdın? Dedi, gölüm istədi, o əndazə bir əqlisən. Sən əgər istəysən, həkim olasan, gərək bir dənə göyərtini də hikmətsiz yerdən qırmayasan. Aləm hikmətdir. Pərverdigarı aləm. Bir uç topraqda aləmdə hikmət üzü ilə aləmə gəlibdir. Pərverdigarı aləm gətiribdir. Pəs bu aləmdə gərək təklifimizi bilək. 72 təklif bəyan eləyik. Əvvəlimci təklif, mərifəti İmam Zaman. Mərifətin silsiləsi var. Bunu əhli təvhidə bəyan eləyik. Allahümmə ərrifni nəfsək. Amma bu duanı başarıbsınız, şayad baraha oxuyubsınız namazınızda. Allahümmə ərrifni nəfsək. Allah özü mənə tanıtdır ginən. Allahdan inayət olmasa, eynə tura və Rəbbul Ərbab. Biz kimik? Topraq hara, Rəbbul Ərbab hara, ora gedib çatmaq hara. به قول حافظی سیمرغ şikarı kəs nəşəvəd dam bazsin. Sən istəysən, gələsən haqqı şikar eləyəsən, onun üçün toru qoy kənara. Qoy bu torun Allahı ələ gətirmək olmaz. Günə Allaha çatmaq, pərverdigarı aləmə çatmaq, zat-ı rububiyyə çatmaq. Bu mərifəti Allah, Allahümmə ərrifni nəfsək. 3 dənə mərifət, 3 əmr əsasdır aləmdə. Hər insan istəsə kəmal tapa, əvvəli mərifətdir. Mərifət gərək tapa. Mərifətsiz olmaq, İmam-ı Sadiq buraya istəysən Allaha, Peyğəmbərə, imamam, eşq yetirəsən, əvvəl lazımdır tanıyasan. İnsan bir kəsi tanıməsə, nə cür ona eşq yetirə bilər? Əmirül-Müminin bəzi üləmalar duayı namazı şəblərində duayı kumeyl oxuyurlar. Əmirül-Müminin duayı kumeyl oxuyur. Amma özgəsi niyə oxuya bilmir? Çünki bilmir kimlə danışır. Bilmir. Ləzzətin başa düşmək, dadmır. Həqaiq dadmalıdır, başa düşməlidir. Mən ləm yazıq, ləm yədri. Hər kəs dadmasa başa düşməz. Dadmalıdır. İnsanın bir qüvvəsi var içərisində, həqaiqi dadı. İnsanın da qüvvəyi çəşayisi var. Yəni bu qüvvəyi ki, ondan insan dadı. İnsanın ondan bir həqaiqi də dada bilir. Qeyr az o işi aləmi cismanidədir. Həqaiqi aləmi mənadan bir ayəni oxuyub, bir ləzzət üz verir ona. Bir dənə ayədən, bir Bismillahirrahmanirrahim bir ləzzət ona üz verir. Amma
insanın hər nə qədər içərisi paklansa, hər nə qədər içərisi taharət tapsa, hər nə qədər insan taharət tapır, gedək taharəti mütləqə tərəf gedək. Bu da bu cür deyil, savada deyil. Ürək istəyir fəqət gətirməyə. Paklıq, taharəti nəfs istəyir. Məgər Peyğəmbərin əshabı danışqah görmüşdülər, institut görmüşdülər, Hövzə elmi, qum görmüşdülər. Hamısı ürək gətirmişdilər. Ürək, Üveys-i Qarəni bir dəvə otaran idi. Amma Peyğəmbər Əbasin köynəyin vuraydı kənara, buraydı ki şoğundan ölüyəm, va şoğallə Üveys-i Qarən. Həzrət sinəsini açaydı, Yəmənə tərəf deydi, oradan bir nəsim yeləsey, Üveys-i Qarənin ətrin gətirik. Nəfəsur Rəhman, Üveys-i Qarən olan yerində Allahın nəfəsidir gəlir. Bir bəşərə baxa. Bəşərə bax, mərifətə bax, nə qədər yücəli. Bəs mərifətullah, mərifət-i Rasulullah, mərifət-i Hüccətullah. 3 mərifət əsasdır aləmdə. Bunlar gərək biz marahilisi şiə xassıdır aləmdə. Nəinki sözün danışay, əlifazın yox, o marifə varid olan vallah təkdir aləmdə. Təkdir aləmdə. Əymə bizdən bu cür şəxsiyyət istəyiblər. O belə adam, belə sərmayəsi ilə, belə varlığı ilə mənəviyyətdə ac qala özü-özünə zülm eləyibdir. Elə bil bir adamın dünya bolu sirvəti ola, ondan bir dənə daşxanın üstündə, ərəbənin üstündə gətirə xiyabanda şəlğəm sata. Gülməzlər ona. Gətirə xiyabanın kənarında turub sata. Gülməzlər ona. Belə sirvətlə turp satıysan, şəlğəm satıysan, aləmi mənada insan o cür olur. Belə sirvəti mənəvi ilə kəsi ki, onun böyüyü İmam Zamandır, namazı bu olar, orucu bu olar, ədəbi bu olar, əxlaqı bu olar. Gərək adam rüşd eləyə, o nəhayəti kəmalinə, heç vaxt özündən razı olmaq ilə, ta çatmayıbsən İmam Zamanıya. Gərək bu yolu insan gedə binəhayət. Binəhayət qabaqda vardı, o binəhayətə özü çatırdasan, özü bu dünyayı maddinin qabağında zəlil eləməklə İmam-ı Zamanı tanımaq əsrar ilahidir. Bir quşəyi sirr-i ilahidə aləmə vücuda gəlibdir. Və sirr-i Allah orada cəmidir. Allah'ın tamam esrarı oradadır. Emirül-Müminin Ali ibn Abi Talib burayı ma min ilmin illa ana eftehuhu ve ma min sirrin illa el-qaimin yahtumuhu. Heç elm yoxdur aləmdə məgər qapısını mən açmışam. Emirül-Müminin bakın. Her sirrin qapısında İmam Zaman açacaq. Allah'ın sirridir. O cür deyil ki, tənha o cür bir dənə hökumət təşkil verə, bir dənə yaza filan yerdə, sən hökumət elə filan yerdə. Yox, insanları çövrəcək. Hər insan öz yerində əql-i kəmalə çatacaq ki, hədisdə var, əcmə uqulahum. Tamam əqliləri bir yerə toplayacaq. Bu insandır, qutbul əqtabdır da. Tamam əqlləri bir yerə toplama, tamam sirləri. Allahın iradəsi budur aləmdə. Yəni, cərəyan həsti, Allah mən sözümü türkçü xalis bilməyəm, təhvil ala biləysən yox, aləmi həstinin, nizami afəri xilqətün, bu vücud ki varımızdır, bu aləmdə bir cərəyanat var. Bu aləmdə bir işlər-i vaquli, nizam-ı aləm çalışır, o cərəyanat bu aləmdə özün görsədək ki, nizam üçün Allahın əlindədir, müdiri aləmdir də, Ər-Rəhmanı əl-ərş istəva. Aləmin müdiri kimdir? Allah Ər-Rəhmanı əl-ərşiyən nə mənə? Yəni mərkəz hökumət, aləmə hökumət eləyən, vücuda hökumət eləyən Allahdır. Özdə rəhmətlə hökumət eləyir. Ər-Rəhmanı əl-ərş istəva. Ər-Rəhman, yəni rəhmətlə, məhəbbətlə hökumət eləyir. Müdiriyyəti aləmi, idarə-i aləmi rəhmətləndir, eşqləndir, məhəbbətləndir. Hər ləhzə eşq aləmə səpir. Pərverdigar aləm. Mədən həqiqətdir, zat-ı rububdir. Bu aləmdə, həstidə bir
axır nöqtəsi bir əsrar var, o əsrar kəşf ola və insan o nəhayət-i kəmalinə çata. Onun axır iradə-i Xudavənd budur çata. Gərçi tarixdə tağutlar, kafirlər, qudrəti olan insanlar ki, maddi qudrəti olublar, istəyiblər iradə-i Xudavəndin qabağında dayanalar. İradə-i Pərverdigar aləmin. Rivayətdə var, cərəyanı İmam-ı Zaman əleyhissalam qissəsi, hədisi, yaşayışı, dünyaya gəlməyi şəbih Musa ibn İmrandır. Musa ibn İmran nəcür Musa dünyaya gəldi? Nəcür dünyaya qədəm qoydu? O cürdür. Hala dastanı Musa ibn İmran, hətta ayat-ı Qur'andan rivayatı da bəhsi vardı ki, Firona dedilər, bu gecə, bu ləhzə, filan saat Musa adında bir nəfərin iniqadı nütfəsi olacaq, nütfəsi bağlanacaq, nütfəyi bir insan o dünyaya gəlib sənin təxti hökuməti dağıdacaq. Bəni İsrail içindədir, tamam kişiləri verdi zindana. Tamam xanımları kişilərdən ta bu hadisə aləmdə vaqe olmaya. Rivayətdə var, Musa ibn İmran, pedər Musa, Musanın atası İmrandır. İmran özü Fironun dəstgahında işləydi, idarə eləydi dəstgahı Fironu. Beysad o əfrad idi ki, idarə-i məmləkətdə Firona kömək eləydi. Amma dindar idi, mütəqid idi. Bunlar zahirən təslim idilər də, qudrətləri yoxdur Fironun qabağında dayanmağa. Firon hamını ayırdı. O gecə, həmin gecə, tıpkı rivayat, həmin qaxı Fironda Allah-u Təbarək və Teala mülaqat verdi. Firon həmin İmranla Musanın anasın ki, Musanın anasının adını desən, qıfullu qapı açılar. Hədisdə varımızdır. Neçə dənə ad deyilibdi Həzrəti Musanın anasına və vardı vaxtı ki, Musanın nütfəsi bağlandı, yola salıydı İmran xanımın, dedi, mən çuəbrəm, toz zəmin, Musa nəbat, xanımına bu cür deyil. Deyim, mən buludam, Allah bulud gətirəyib, buluddan yağış yağdıyıq. Sən sərzəmini vücudu Musasan, Musanı yağdırdı Allah vücuduya. Vələ o Firon tamamı bəni İsraili zindana verib. Amma iradə-i Xudavəndin qabağında dayanmaq olmaz. Pərverdigar-ı aləm, onun iradə-i Pərverdigar-ı aləmdən Musa vücuda gəlibdi. Fironun evində böyüyübdi. Və iradə-i Pərverdigar-ı aləmdən İmam-ı Zaman vücuda gətiribdi. Gedəyirsiniz Samirradə ziyarətə, o Qumbədin içində, zərihin içində neçə nəfərin qəbridir. Xud İmam Həsən Əskəridir, İmam Məhəmməd Təqi, pedər İmam Həsən, 10-cu İmam, Həkimi Xatun, əmmi İmam Zaman, Nərcis Xatun, madər İmam Zaman, xud dastanı yaşayışı Nərcis Xatun əcayibdəndir. Nə cür gəlib oraya Nərcis Xatun, gedin dastanını oxuyun, zindəkisini oxuyun, oxuyubsuz əlhəmdülillah, bilirsiniz. Mənbər əndazəsində danışıyamda ki, hardan gəlib, aləmi sirridir, nə cür ona deyilibdir, gəcdən Bəğdada əsir oluyub, Bəğdada gələyik, onun hər kəs gələyib, baza heç kəsi qəbul eləmək, ta İmam Həsən Əskəridən bir nəfər namə gətirir, görsədik, həmin ləhsə qəbul edəcək, gələk, məni aparasız İmam Həsən Əskərinin məhzərinə, aləm rüyada Peyğəmbər əqdini oxuyubdur, Fatimə-i Zəhra onun gəlibdir, istəyibdir, İmam Həsən Əskəri ilə izdivac eləməyin özü bir yazılıb da bizim kitablarımızda. Bunların hamısı görsədik, bir dastan əcib sirridir, sirr-i ilahidir. Həkimə Xatun deyir, getmişdim İmam Həsən Əskərinin görüşünə. Bu hikayətə qulaq asın. Getmişdim İmam Həsən Əskərinin görüşünə, elə ki gördüm cümbatey, dedim, ağacan, fərzəndəm, icazə verəysən mən gedəm, istəyəm gedəm evimizə. İmam Həsən Əskəri buyurdu, əmmə getmə. Əmmə İmam Zaman, doktor İmam Cavadın qızıdır. Əmmə getmə günən.
bu gecə qal mənim evimdə. Deyir, nə üçün bu evdə qalın? Bu deyir, əmməcan, bu gecə o kəsi ki, vədəsi verilibdir, maudu ilahi, bu gecə mənim evimdə qədəm yerə qoyacaq. Heyrətim tutdu. Yəni, bir kəsi ki, imamımız, neçə nəfər imam zamanı görübdü, nəqliyib. Biri Əkimə xatundur. Biri Əhməd ibn İshaq-ı Qummidir. Çox adam görməyib imam zamanı. Təvəccüh eləysən, onlar ki, bizə onların danışığı höccətdir. Cümlə Həkimə xatun ki, qəbri də dəfnidir İmam-ı Həsən-i Əskəri ilə bahəm, İmam-ı Muhammed Təqi aleyhisselamla 10-cu imamımızla bir yerdə dəfnidir Samirrada. Həkimə xatun özü böyük bir şəxsiyyətdir, ravi hədisdir, hədis rivayət edir. Yəni, bir məsələ mərifəti imam zamanda onun nağlı əsasdır biz şiə üçün. Hamıya əsasdır belə bir istəsə həqiqəti axtaram. Mən məxsusən xas bizim şiələr üçün dedim, ağacan mən ki burada görmüşəm xanımlardan, kənizlərdən bir əlayimi yoxdur. Bunların içində bir nəfər yoxdur ki nişan verə ki nişanı həml var idi, hamilədir, to ondan uşaq dünyaya gələ. Ağa buyurdu, Nərcis xatun, Nərcis. Baxdım, gördüm Nərcis. Əslən heç nişanəsi yoxdur, heç nişanəsi sadə. Təəccüb elədim. Həzrət buyurdu, təəccüb eləmə, bu sirrullahdır. Amma nigaran olma, şək eləmə. Bu sirr-i ilahidir. Bu gecə yat kinən. Deyir, yatdım gecə. Neçə dəfə gecə yuxudan oyandım. Şəkkə düşəydim, bu hani? Kim var? Hətta hələ o yatmamışdan qabağa dastanı nəql edir ki, istədim dəstəmaz suyu alam. Dəstəmaz suyu həmişə rəsm bu neydi ki, çünki evin kəniziymiş də, xadiməsiymiş Həzrəti Nərcis xatun bir hesabı iftidrasının zahiri də zahiri. Nərcis xatun mənə su gətirdi dəstəmaz almağa, qəbul eləmədim. İstədi əlimə su tökə, qəbul eləmədim. Durdum, istədim əlin öpərəm Nərcis xatunun, o özün çəkdi kənara dedi, xanım niyə məndən huzur edirsən? Dedim, sən mənim böyüyümsən, nə mən sənin böyüdü, necə mən sən? Dedim, o maud ilahi ki, aləmi ədalətlə dolduracaq, sənin vücudundan bu aləmə gələcək. Özü də təəccüb elədi. Özü də heyrətdə qaldı. Mən, amma sakit oldu, dinmədi. Hey gecə gördüm, neçə dəfə şəkkə düşdüm, imamın eşidən səsi gəldi, əmmə şəkk eləmə. Oxu inna ənzəlnahu fi leylətil qədr. Oxudum inna ənzəlnahu fi leylətil qədr. Nərcis xatun da durdu, məndən gecə namazı qıldı. Sonra biraz yuxuya getdi, bir neçə ləhzədən sonra gördüm, naləsi başlandı. Reysən, naləsi başlandı, nalə ondan İmam Həsən Əskərinin səsi gəldi, amma Allahın vədəsi nazil oldu. Vədə-i pərverdigar aləm, bu gecənin sübhində bu hal qabağa gəldi. Sübhi Nimə-i Şabanın sübhində bu vəziyyət qabağa gəldi, ta ondan da birdən mənlə Nərcis xatunun arasından bir pərdə çəkildi. Pərdə çəkildi, onun pərdənin dalında aləmi qeybidən nə vaqı oldu, bir də gördüm. Uşaq gəldi yerə, əvvəl əlin yerə qoyacaq, dedi, İnna ənzəlnahu fi leylətil qədr. Başladı Qur'anı oxumağa. Əvvəl ki yerə qoyubdi, əlin yerə qoyub, İnna ənzəlnahu fi leylətil qədr və ma ədrakə ma leylətul qədr. İmam zaman Sure-i Qədri oxudu. Başladı Sure-i Qədri oxumağa. ki yəni Sure-i Qədr bir həqiqətdir ki, imam hər zamana bəndi, şinasnamə imam zamandır. Hədisdə vardı, Allah Təbarək və Teala Merac gecəsində Peyğəmbərə buyurdu, mənim nisbətimi oxu, mənim nisbətim yəni nə mənə? Mən kimə mənsubam? Şinas, mənim sicillimi oxuyacağım, mənim pasportumu, mən kiməm?
Kimə peyğəmbər oxudu ki, qul huvallahu əhəd, Allahu saməd, ləm yəlid və ləm yulad və ləm yekun lehu kufufen əhəd. Sure-i qul huvallah Allahın pasportudur. Allah istəyirsən tanıyəsən. Ki bəhs vardı o müfəssəl. Mən şayad əlan indiyəcə onun barəsində Sure-i Qul Huvallahın şərhində işləyəm, şayad bir 20 cələsə danışmışam, hənuz bir yerə çatmamışam. O zahiri deyil ki, 3 dənə, 4 dənə ayuqa, dəryayı həqaiq. Dənizdir həqaiqin. Həqaiqin dənizi. Bir dəfə deysən, Allahu əhəd, Allahu saməd. Bu əgər istəsən bir dənə lüğətinin bu, amma istəsən ki, varid olasan o dəryayı mərifətə, həqaiqə, qutarmayan sözdür. Rivayətdə vardır, nisbətullah, Allahın şinasnaməsi. Yəni Allahın sicilisi ilə adam necə pasport deyirsiniz də? Pasport deyirsiniz şinasına. Pasport, Allahın pasportu. Allahın dədəsi kimdir? Anası kimdir? Qul huvallahu əhəd, Allahu saməd. O ki Məsihiyyət toxuyub özündən. Allah cürrey, bir ata cürrey, bir oğul cürrey. Nə? Allahın nisbəti odur. 3 dənə sıfat-ı subutiyyə, 3 dənə sıfat-ı səlbiyyə Sure-i Qul Huvallahda bəhs eləyik ki, rivayatla bəhsi müfəssəldir. Allah Sure-i Qul Huvallahı oxudu. Peyğəmbər Sure-i Qul Huvallahı oxudu Meyrac gecəsində. Bəd Allah burada öz nisbət üzüdə oxuyun. Özün, əhl-i beytün şinasnaməsinədir. Peyğəmbər oxudu İnna ənzəlnahu fi leylətil qadr. Sure-i Qadr. İmam-ı Zaman əli ki yerə dəyik bu yerə, o ki oxuyay İnna ənzəlnahu fi leylətil qadr. Sure-i Qadrı oxuyay. Bu sırrı aləmdir. O Sure-i Qədrdə rivayətdə vardı, mələikət gəlir insanı ziyarət eləməyə. Təvvafun əleykum. Hədisdə var. Bina yətuf. Yəni Qədr gecəsi Kəbi mələikətullah İmam-ı Zamandır. İmam-ı Zamanın ziyarətinə gəlirlər. Mələikə harada hacı olurlar? Harada hacı olurlar? Qədr gecəsində İmam-ı Zamanın hər insanı kamil məsumi ziyarət eləməklə aləm onun mehvərində fırlanır. Budur Allahın əmri, onun mərifəti Allahın mərifətidir. Onun mərifətin Allahdan ayırsan Allahı tanımayıb insan. Yəni insan düz yaşaya bilməz aləmdə. Düz yaşay aləmdə. Yol budur. Həqiqət budur. Bu yolu gedəyim. Onlar ki, zəhmət çəkiblər. Bəhsi mərifəti İmam Zamanda ayat və rivayati vardı bəhs eləməyə. Öz yerində məclisimiz iqtizasında. Amma bunu deyəm, bu yolda gərək yorulmayasan, dayanasan, istiqamət eləyəsən. Əllezine qalu Rabbunəllah sümmə istəqamu tətənəzzəlu aleyhimül mələikə. Allah buyuruyor, Allah dedin dayan, xərci var. Dayan tam mələikə sənə nazil ola. İstiqamət şərtidir, dayanmaq. Allah dedin dayan. Hayhuyla olmaz, bu vaqiyyəti aləmdir. Vaxtı ki İmam Həsən Əskəri dünyadan gedək, Ali ibn Məhziyarı Əhvazi ki qəbri Məhziyarın ziyarətgahdır Əhvazda. Qəbri ziyarətgahdır, Xavasdan ki İmam Zamanı ziyarət eləyib, dastanı nəql eləyib, özdə böyük bir şəxsiyyət İmam Həsən Əskərinin nüvvablarındandır. Nüvvablarındandır, naiblərindəndir. Necə nəvvab-ı xası vardır, 4 dənə imam. Onlar əsri qeybətdədir. Onların İmam Zaman Əskərinin çox nəvvabi olubdu, naibi olubdu. Hətta Azərbaycanda Qasibnin Əla 117 sinni varmış. Azərbaycanda xudi şəhri Mərağədə, o zaman Mərağa İmam Həsən Əskərinin naibidir. İmam Həsən Əskəri bir təhəvvül yaradıb, həman öz bəhsi tarixisi vardı ki, bəd İmam Zamanın nəvvabları əsri qeybətdə qabağa gəlibdi. Ət cümlə o nəvvabdan, naiblərdən İmam Həsən naibdən Ali ibn İbrahim Məhziyardır. Ali ibn İbrahim Məhziyar deyir ki, mən 20 il Məkkədə, Mədinədə səslədim Yəbnəl Həsən. 20 il.
20 il. Mənim bir yoldaşım vardı, Məşhəddə dərs oxuydu. O Parsaban idi, Alahi məntəqədən, Damğanla. Birisi mənə dedi ki, filan imam zamanı görmək olar. Mən də cavan tələbə idim, çox dağ idim. Çox dağdım, mən dedim, görmək olar. Niyə görmək olmaz? Həzrəti görmək, o dedi, görmək olmaz. Dedim, niyə? Dedim, mən filan günü getdim filan dağda, yarım saat ağladım. Heç saat görmədim, yarım saat. Mən dedim, bir il ağlayıbsan dağda. Bir istiqamət ver istəyir burada, yarım saatdır ki. Bu yolda dayanasan, nəfsü paçlayasan. Nəfsüə təharət verəsən, ta həqaiqin qapısı insanın üzünə açılə. O əsli həqaiq İmam Zamanın əlindədir. Həzrəti Vəliyyəsinin əlindədir. Əli ibn Məhziyar deyir ki, İmam Həsən Əskəridən bir 30.000 dinar o zaman pul əlimdə qalmışdı. Dedim, bunu kimə verim? Bunun da təsərrüf eləyənmərəm. Bu imamın malıdır. Veriblər cəmaat, mən aparam imama. İmam Həsən Əskəri də öldü, dünyadan getdi, rehlət elədi. Kimə aparım bunu verim? Hər kəsdən təhqiq elədim, İmam Həsənin yerində kim var? Amma isar bitla elədilər, bilməyik. 19 il, hər il hacılərlə Əhvazdan çıxdım o zamanın səfəri, dəvə belində. İndi görəysən, minəysən hava peymanı, samənəti verəysən, 2-3 saatdan sonra gedəysən, qaydəysən, səfərlər asan olubdu. Asan olubdu, vəli, bağən zəhməti. O, üləmaların biri nəql eləyir ki, Məkkəyə getmişdim tarixdə, 6 ay çəkli gedən Məkkəyə çıxam. 6 ay. Və deyir, getdim, tavaf ededim, gördüm bir qoca kişi. Əsaya təşkiyə verib belə, o da tavaf eləyir. Deyim, çox zəhmətlə tavaf deyir. İstədim bu qoca kişiyə biraz enerji verəm də, bu o nişatın çoxaldan. Ürək verəm buna ki, nigaran olma ki, yorulma ki. Dedim, yorulma, Hacı ağa, yorulma. Mən 6 aydır yol yermişəm, buraya çatmışam əlhəmdə. Dedim, mən də 5 il idi yoldaydım. 5 il. Fikir eləydim, mən 6 ay gördüm. O 5 il yol yeriyib, ta bir ləhzə tavaf-ı Kəbən eləmə. Haqqa görə buzur gedəsən. Demən, çox çəkdi. Həqiqətə tamam ömrü görə xəşləyəsən. Dünyanın gəlmişi ona xatir. Doymayasan. Hər vaxt gördün həqiqətən meylin yoxdur, bilməlisən. Get təbabət elə özüvə. Hər vaxt gördün 2 rəkat namaz qılıysan, halın yoxdur, bil içərdə müşkülün var. Gələ dərman eləyəsən. Ya təbibə mən la təbibələ. Allahın əlindədir, ondan təbabət istəkinən. Allah səni təbabət eləsin. Harada tapacağım mən danışmaya bu işaltın cələmini. O da bu cəmiyyət. Allah bu cəmiyyəti salim, səlamət eləkinən. Allah bunların xastələrin, hər nəmənə ürəklərin, arzuların verdi. Allah İmam Zamanın əli ilə bərabərdə bir xeyr eləkinə. Bir salavat ihsan eləyir. Allahümmə salli əla Muhammed və ali Muhammed. Hala bilməyəm ki, o hikayətlər var, rivayətlər var. Çox. Yəni bəhs istəyir, bəhs eləmə İmam Zamanın barəsində. Onun xülasə deyik, 19 il çıxey, hər il neçə ay, 5-6 ay dəvə belində, gedək Mədiniyə, Əhvazdan, İranın Əhvazı da Mədiniyə, vaqən o, neçə ay dəvə ilə gedəsən, atla gedəsən, çox çətin özü də o zaman ki, nə şəraiti, ki, çox adam gedir, yolda öləydi. O vəsiyyətlə ondan 19 il getdi, səslədi Mədinədə, Məkkədə, heç ki, cavab vermədi. Axır, məyus oldum. Məyus oldum, dedim, Məkkəyə getməyəcəm, bu tarihdir. Əsən yoxdur İmam Həsən Əskərinin bir kəs yoxdur yerində. Ondan deyil, yenə 20 il idi ki, karvanlar səslənə idi, hər kəs Məkkəyə gedək, gəlsin. Dedim də mən getməyəcəyəm. Aləm rüyada gördüm, bir nəfər məni çağırıydı. Əli ibn Məhziyar, gəl ağıya çatarsan. Bu il fərq eləyik. Bu il fərq eləyik. Deyəm, Əli ibn Məhziyar 20 il əlləşibdi. Vallahi yol çox yoxumdur. Nə müşkülü varmış Əli ibn Məhziyarın. Nəfsi paçlə qapımda gör İmam Zamanı. Nəfsini tahir eləyəsən, bizdən uzaq deyir, ağa.
bizdən uzaq deyir ağa. Bəli, Həzrəti Ayətullah Osman Sistanının atası bir çillə saxlı İmam Zamanı görməyə, çillə 40 gün, hər 40 dənə məsciddə ziyarət-i aşuranı oxuy, ta imamımızı da 40-cı gün ki, aşuranı ziyarətini qutar edim, ürəyim titreydi, mənə cavab verməyəcək, gördüm göydən bir nur gəldi, məscidin qonşusunda bir evə düşdü, bildim orada bir xəbər var. Durdum əcələ ilə getdim, gördüm qapısı açıqdı. Elə o cür girdim. Hay qapısı görüb bir çıxmayın, girdim. Gördüm bir qoca xanım can verir. İmam Zaman başı istəyləşibdi. Ondan Həzrət buyurdu, işarələdi, oturdum. Həzrət buyurdu, mən hər həftə bu xanımın görüşünə gəlmişəm. İllər boyu. Hər həftə görüşünə gəlmişəm bu xanımın. Ağa nə cür? Deyir Rıza Şah ki, xanımların başından çadırın çəkəydi. Bu xanım 7 il özün evdə zindanı elədi. Tirmiyə saldı özün. 7 il evdən çölə çıxıb baxmadı, olmasın biri çadırın çəkə. Elə paçlıqla, iffətlə yaşayıb. Ona xatir mən Allah tərəfindən hər həftə bunun görüşünə gəlmişəm, əl-anda can verəyə gəlmişəm. Əzrailə deyəm, məhəbbətlə canını al. Məhəbbət. Əli ibn Məhsiyar 20 il, 20 ildə də yenə getdim, Mədinədə səslədim, Yəbnəl Həsən, Məkkədə səslədim, cavab tapanmadım. Yuxuda demişlər, gəl gör məni, cavab tapa bilmədim. Məyus oldum, fəqət bir dəfə gecə vaxtı getdim, Kəbənin kənarında, elə Kəbəyə baxıydım, gördüm bir dənə cavan, bir nurani cavan təvaf eləyir. Bu cavan gəldi, mənə təvafını qutardı, mənə yoxunlaşdı. Dedi, haralısan, dedim, İranlı, İran xidməsinə boyundan gəlmiş. Dedi, hansı şəhərdəsən? Dedim, Əhvazdan. Dedi, Əli ibn Məhsiyarı tanıyırsan? Dedim, özüməm. Ondan dedi, əgər Əli ibn Məhsiyar olsun, sən gərək bizim İmam Həsən Əskəridən əlində namə olaxısan. Əli ibn Məhsiyar İmam Həsən Əskərinin naibidir. Əhvazda, ona namı veribdi. Səni gərək olasan onun. Çıxartdım naməni, görsətdim. Bu cavanla kim imiş, İmam Zamanın nəniz. Deyil, o qədr ağladı, köynəyin istatdı göz yaşı ilə. Naməni bildi, namə eşq. 2 xət. Aşığın əlinə, məşuqundan bir namə gəlib. O 2 xət canın olayı. Nizam aləm budur. Elə bunun buna anidən datmaq, dadmayan boşa düşməz. Eşq, həqiqət, vəllezine amenu əşəddu hubben lillah. Deyir ki, mən də ağladım, o da ağladı. Dedi, Əli ibn Məhsiyar, xoşhal o. Dedim, nə üçün 20 ildim olub, ağanı tapa bilməyəm. Dedi, Əli ibn Məhsiyar, mən ağanın qasidiyəm. Ağa məni yollayıb, səni aparam ağanın məhsərinə. Dedim, nə vaxt? Dedi, sabah gələcəksən. Sabah gün batan sağı gələrsən, Məkkənin filan yerində dayanərsən, dəvə ilə. Mən də gələcəyəm, səni avundan gəldim, əsrim o, dayandım orada, gördüm bu cavan gəldi. Gəldi bu cavan, dedi, gəl dalımcadır. O dəvəsinə, mən də dəvəmlə. Getdik, çıxdik, çöllüklərə, Taifin çöllərinə. Ondan bizdən biyabanda, çöllükdə bir dənə görüm, xeymə, çadır qurulubdur. Mənə o cavan dedi, Əli ibn Məhsiyar, bu İmam Zamanın çadırısının içində yaşayır. Əli ibn Məhsiyar, dəvəyindən düş yerə, boşda dəvəy, gedə İmam Zamanın görüşünə dedim, dəvənin başını nəyə bağlayayım? Bu çöldə dəvəni kimə tapşırım? Dəvənin. Dedi, Əli ibn Məhsiyar, dəvə fikrindəsə. O mane idi insana. Qoymi, Əli ibn Məhsiyar, bura məlakə idarədir, burada heç kəsin haqqı yoxdur, məntəqə varid ola. İmam İcazə, ondan dəvəni boşladım, düşdüm. Amma bir neçə metr xeymi çadıra çatanda da Əli ibn Məhsiyar, qoy gedim içərdən ağadan icazə alım, görüm icazə vereyim, məhsərlə varid olasan. O cavan məndən qabağa varid oldu, gördüm, ağa buyuruyor, gəlsin.
Gəlsiniz. Ondan deyik, varid oldum, gördüm ağa bir əyləşibdi, bir çadırın bir quşasında, bir kənarında əyləşibdi. Düşdüm ağanın ayağına, ayağını öpməyə. Dedim, ağa, burada Əli İbn Əzər, haradasan, niyə gəlməysən? Qulaq asaysan. Əli İbn Əzər, haradasan, niyə gəlməysən? Dedim, ağa, 20 illiyə səsliyəm, Yabnəl Həsən. Sənin qasidin gəlməyib, sən mənə pəyam yollamayıbsən. İmam buyurdu, yox, o cürdür. Sən amadə döydün, Əli İbn Əzər. Ona xatir qasid gəlməydi. Dedim, əstəğfirullah. İmam buyurdu, biləysən, neçə şey bahis olayım. Mən üzümü şiyələrdən çöyrəm dalı. Qulaq as, bu 3 şeyə qulaq as. Neçə 3 şey bahis olayım. Mən şiyələrlə rabitəmi pozam, səslərinə cavab verməyəm. Kəssərtumul ənval. Bu fikirdəsiniz, malınızı artırasınız. Dünyanı hey cəmləyiz, hey toplayırsınız. Mal, məhəbbəti dünya. Təcəbbərtum ələ züəfayil mubin. Təkəbbürüz var, zəif adamın qabağında özünüzü böyük sayırsınız. Təvazu, sındırmaq nəfsi insan. Və qətətumur rəhiməlləzi beynəkum. Silə-i ərham eləməyirsiniz. Qardaş qardaşdan xəbəri olmayı, qardaş bacıdan xəbəri olmayı, əmməsindən ağanın xəbəri yoxdur, xalasından xəbəri. Bunlar bahis olayı, İmam Zaman da bizi ata gözündən. Onunla deyik, yapışdı İmam Zamanın ətəyindən dedim, ağacan, istiğfar eləyəm, anlamamışam. Həzrət buyurdu, belə istiğfarlarınız bahis olaydı, bir dönəm sizə baxam. Əgər istiğfarlarınız olmasaydı, heç baxmazdım. Əcibdir. Mərhumi Molla Axundikəni ki, fətvayı cihad veribdi, Azərbaycanı Alandad, Aslanduzdar, cəng eləyiblər, əvvəl müharibədə də çox şikəst veriblər. Tarixə gedin baxın, sonra Fətəli Şahdalın gələ bilməyibdi. Çətinə düşübdü mərhumi Axundikəni, Molla Əli Axundikəni. Hər vaxt çətinə düşəndə bir dənə yorğan tikan var idi. Bazarda yorğan tikərdi, lahafduz deyərdi bizə farsı. Yorğan tikan. Gedərdi onun yanına deyərdi, neyləyim? Yorğan tikənə. Xadimi nəql eləyib, belə çətinliyə qaldı, bilməydi nə təsmin tutsun. Getdim o yorğan tikanı tapdım, dedim, ağa çətinliyə qaldı. O yorğan tikanı biraz fikirlədi. Dedi, ağa buyurayım, müşkül yoxdur, həll elədim. Çətinlik yoxdur. Gəldim, gördüm, axun sövni, üşülər həbl olubdu. Bir dəfə getdim onun yanına, dedim, nə bahis olub bu məqama çatıbsan? Dedim, mən dünyada yer qalmadı cavanlığımda, getdim orada İmam Zaman üçün ağladım. Cəmkəra, Məscid-i Səhlə, tamam ziyarətqahlar, hamısını getdim. İllər axtardım, mən namid oldum. Gəldim, oturdum evimdə. Amma bir dəfə elə bu cür vaxt imiş. Hala Nimə Şaban, bir dənə əmməm var idi. Əmmə deyirsə də bibi. Biləxərə atanın bacısı. Əmmiyə ehtiram eləmək. Xülasə bir əmməm var idi. O Tehranın o başında yaşaydı. Mən bu başında çoxdan eşitdim, halını sormuşmamışdım illər boyu. Getdim bazardan, yeməli şeytan aldım, geyməli şeytan, getdim əmməmi bir dəfə görüm də. Getdim əmməmin evinə, gördüm əmməm yoxdur, dedilər, gedib su gətirməyə. O zamanda bu zad yoxmuş ki, kranç zad yoxmuş ki, gedib quyudan su gətiriymişlər. Getdim, gördüm ki, quyu ki, orada mənbədi, oradan su çıxıb, 17 pillə yeydi. Gördüm, əmməm o küzəsini, o nə deyim, o doldurub, gücü çatmıyor. Hey ya Əli, gücü çatmıyor. Əmmə gözü işıqlandı, əlindən o küzəsini aldım. O qabın, çəkdim oradan, gətirdim, çıxartdım, gətirdim evə.
Əmməm gördü, onun üçün nə qədər yeməli şey almışam, qabağı da orucluq və sayılan. Elə söyündü əmməm, elə dua elədi. Elə əmməmlə görüşdüm, öpüşdüm, məndən razı oldu, xudahafizləşdim. Əmməmin evindən çıxdım, küçəni bir sola dönməyə bir yolu. Sola dönəndə gördüm, küçənin başında İmam Zaman dayanıb. Oradan rabitəm başlandı. İmam Zaman buyurdu, lazım deyildi səhlədə ağlayasan, məscid-i Cəmkəranda. Həmin əvvəl günü məhəbbətlə yaşasaydın, əmmi yad eləsaydın, elə onunla gələrdim görüşüyə. O gündən bu günəcət İmam Zamanla həmişə rabitə varımdı. Bax, Gərsəd zəval zər biyari ey ғəni, həq bəquyət dil biyari munhəni. Mevləvinin şeiri var, deyir, əgər 100 çuval qızıl gətirəsən, amma ürəyi Allaha verməsən, Allahın nəzərində deyir, at qoyana. Heç zat. Qurbətən ləllah. Qurbətən ləllah. Ürək gətir, ürək. Ürək. Din yəni ürək. Həli dininləl hop, ürəyimizi verəyin İmam Zamanımıza. Bizim İmam Zamanımız var. Nə niceranı vardı? İmam Zamanımız. Uləmaların birinin nəql ediydi ki, xaricdən gələndə izdivac eləmişdim xaricdə, Avropada bir dənə xanımla. O xanım müsəlman oldu, izdivac elədi, həm həyat qurudu, həyat yoldaşı. Ondan o xanım deyir ki, mən tamam İmamanı Şiyə mötəqid oldum, illa İmam Zamana. Mənə həll olmaydı. O ilə ərimlə getdi Məkkəyə. Məkkəyə gedib o Rəmi cəmarat eləyəndə yadımdan xulasa itirdim ərimi. Ey sağa, ey sola tapanmadım, oturdum ağlamağa. Bir nəfər məni gəldi yanına, deyir, mən səni aparım. Apardı məni bir ləhzədə. 2 saat yol getmişdim, 5 dəqiqədən sonra gördüm mən çadırın kənarında dayanmışam. Çadıra məni salanda dedi, mənim salamımı ərvə yetir. Özündə mənim barəmdə şək eləmə. Mən İmam Zamanım, onun gözümdən yox oldu. Xudaya bizi dünya və axirət əhl-i beytdən ayrı salma. Allah gözlərimizi İmam Zamanın cəmalı ilə münəvvər elə. Allah şərri nəfsidən bizi uzaq elə. Allah qəlbimizi öz mərifət, məhəbbəti ilə doldur cinən. Allah bizim nəfsimizdə meyl bir günah qoyma qala. Allah bizim nəfslərimizi öz əli ilə yu və təharət vercinən. İlahi həvaic-i müminin, müminat, bu cəmiyyət, şiyan-ı əmirül-müminin. Xudaya, bu məclisi bu cür cəmləyiblər, bu toplaşıblar buraya. Hər hacəti şəriyələri var, Allah an veriyəm İmam Zamanın hürmətinə, bərabərdə bir xeyr elə. Allah, aqibət əmrimizi xeyrə xətm elə, ölənlərimizi rəhmət elə. Məqam-ı müəzzəm-i rəhbəri tulu ömr ba izzət ruzi elə. Allah Amerikanın şərrin özünə qeytər. Rejimi Səhyonistin şərrin özünə qeytər. Allah məsir-i vilayət-ü imamətdə bizim qədəmlərimizi sabit elə. Allah şəkk-ü tərdidi bizdən uzaq elə. İmanımızı möhkəm elə. İlahi nifrətlərimizi, küdurətlərimizi məhəbbətə təbdil elə. Allah bilməyəm səndən nə istəyim. O şey ki bizim halımıza dəyər, Allah onları bizim barəmizdə müstəcab elə. Salavat ver Muhammed ali Muhammed. Muhammed ve ali Muhammed.